Alternativi var mı Rusiyanın? Bu alternativi, Rusiyanın alternativini biz deyə bilmərik. Rusiyanın orada hərbi bazası olduğuna görə Rusiya istənilən dönəmdə, istənilən siyasətçilər arasında alternativ tapa bilər. Məsələn, Azərbaycan antiterror tədbirləri çərçivəsində cinayətkar Ruben Vardanyanı Azərbaycana gətirməmiş olsaydı, Rusiyanın ən böyük alternativlərindən biri o idi. Rusiyanın ən böyük alternativlərindən təsəvvür edin, Rusiya bunun üzərində sistem qurmamış olsaydı, Ruben Vardanyan o qədər varidatını, o qədər imkanlarını, genişlənə bilən biznesini, pul qazanmaq imkanlarını əldən buraxıb da bu cür vətənpərvərlik çərçivəsində güya dırnaq arası. Niyə Azərbaycan ərazisinə gəlsin ki? Onun bütün proyektləri əslində Ermənistan üzərində qurulmuşdu. Ermənistanda Qarabağ məsələsi həssas məsələ kimi xarakterizə olunub ideoloji olaraq bu şəkildə hazırlandığına görə hakimiyyətlərin son illərdəki Robert Koçaryan da, Sarkisyan da, Terpetrosyan da hamısı, hətta Dəmirçiyanın, Arutunyanın istefaları və gəlişləri də məhz bu fonda olduğuna görə o kartdan yenidən istifadə edirdilər ki, Paşinyan kiçicik bir dönəmdə Qarabağ fonunda gəlməyən demokratiya, azadlıq və yaxud da fərqli şüarlar altında hakimiyyətə gələn bir adam çox qısa zamanda Ermənistanın milli ideoloji maraqlarına ziyan vurdu, yenidən köhnə statusa qayıtsın. Yoxsa 91-93-cü ildə Ruben Vardanyanın fəaliyyəti tədqiq olunarsa, həmin dövrdə qazandığı pullardan niyə Qarabağa qoymamışdı? Niyə o proseslərdə iştirak etməmişdi? Niyə o proseslərin içində yoxdur? Çünki o Rusiyanın bəlli bir dairələrlə, özəlliklə xüsusi xidmət orqanlarına bağlı hissəydi, düymə o zaman basılmışdı və o zaman da artıq bütün hər şeyini qoyub da Qarabağa gəlmişdi. Hesablamadığı şeylər Azərbaycan dövlətinin antiterror tədbirləri zamanı qətiyyətli mövqeyi və torpaqların işğaldan azad olunub suveren hüquqların bərpası idi. Bu məsələyə görə hesab edirəm ki, Lavrovun verdiyi mesajlar bütün Cənubi Qafqaza idi. O bütün Cənubi Qafqaza mesaj verdi. Həm də diplomatik münasibətlərin 33-cü ilində, diplomatik münasibətlərin 33-cü il dönümündə yeni mesajların verilməsi, diplomatik münasibətlərdə köhnəyə qaydırıq və yaxud da biz yeni səhifə açırıq, yox, biz maraqlarımızdan əl çəkməmişik və biz bu mövqeyimizdə, Cənubi Qafqaz mövqeyimizdə geri durmayacağıq. Mesajların bir sıra hissəsinə diqqət edin. Biz bunu etməyə hazırıq. Ermənistan Azərbaycanda kommunikasiyaların açılmasından tutmuş və s. Ermənistan bizə arxayın ola bilər cümləsini işlətdi. Ermənistan bizə arxayın ola bilər.